Hər günün cümə axşamısı səhərə qədər bir mələk çağırır ki, gələn yoxdur, gəlsin hacətimi verim. Hər cümə axşamı. Hər cümə axşamını qoy qırağa. Hər azan saatı deyir, rəhmət qapıları açılır, gələn yoxdur, istəməyə, gəlsin istəsin verim. Necə olsun bəs? Necə bəs, necə eləsinlər? Nə idi çətin? Çətin nədir? Allah hep bizə güzəşt eləyir, üzür gətirir. İndi bir çox günahlarımızı biz nə ilə bağışlayır, nə bəhanə ilə. Deyir, imamları yoxdur başlarının üstündə, evi bağışlayıram. İmamdan uzaq düşüblər. İmam var ya başımın üstü, görmürük də yəni. Görmürük. Özü buyurur ki, nə qədər bəlalar bizim dualarımızla sizdən uzaqlaşır. Biz onu görmürük. İndi də bizi nə qədər bəladan, günahdan o qoruyur, onun duaları qoruyur.